Mən bəzən inana bilmirəm dostlar, keçən gün müştərilərimdən birinə o qədər əsəbləşmişəm ki, normaldan nadir görsənən bir şeydir ki, mən hansısa müştərimə əsəbləşim bu qədər. Amma bəlkə özünüz də tapacaqsınız bu dediklərimdə, çünki məhz bu mənim əsəbləşdiyim şey hər gün sizləri də, məni də, müştərilərimi də hamımızı kasıblaşdırır. Baxın, müştərim keçən gün açıq sessiyada mənə gəlib deyir ki, bir iş qurmaq istəyir, şirkətini açmaq istəyir və hansısa kimsə ətrafında bir adam, adını belə doğru düzgün yadında saxlamadığı biri ona deyib ki, şirkət açsan, sənə deyəcəklər ki, bəs işçi kütlən hardadır bu işçilərin və s. və s. Ona görə də deyir ki, mən öz şirkətimi açmıram uzun müddətdir, çünki o elə demişdi mənə. Hər gün sizi həvəsdən salan, hər hansısa bir kiçik sözü ilə belə həvəsdən salan insanlarla qarşılaşırsınız və bu nümunədəki kimi siz arzunuzdan, xəyalınızdan uzaqlaşırsınız. Mən müştərimdən soruşanda ki, sən bu işi etməməklə bu müddət ərzində, 2 ay ərzində nə qədər pul itirmisən, o mənə 4000 manat dedi tam olaraq. İnanırsınız, bir insan 4000 manat itirir kiminsə sözünə görə, öz işini qurmur, öz məsuliyyəti ələ almır, öz istədiyi bir kreativliyi yerinə yetirmir. Nəyə görə? Çünki kimsə hardasa hələ onun istədiyi məqsədlərə çatmayan biri ona hər hansısa bir söz dedi, onu yayındırdı fikrindən. Mən isə müştərimə diqqətlə izah elədim ki, şirkət açmaq üçün işçi kütləyə ehtiyac yoxdur. Sadəcə özün açırsan şirkəti, özün direktor olursan və şirkət açmaq üçün depozit ödənişi Azərbaycan Respublikası sadəcə 10 manatdır. Və sən bu 10 manatı verməmək üçün kiminsə sözünə inanaraq 4000 manat pul itirmisən. Nəysə, çox şükür ki, bu konsultasiyamızdan sonra öz şirkətini açdı. Artıq bir neçə gündür şirkət sahibidir, direktordur, artıq öz işlərini davam elətdirir, artıq pul itirmir. Bax, hər gün çoxlarınız da fürsətləri bu cürə itirirsiniz. Niyə mentorunuz yoxdur deyə, niyə sizdən daha aşağıda olan ya da sizdə eyni səviyyədə olan insanları dinləyirsiniz deyə. Siz isə daha yaxşısını istəyirsiniz həyatda, siz isə daha çoxunu istəyirsiniz həyatda, siz isə çox əminəm ki, ətrafınızdan daha da xoşbəxt, daha da zəngin olmaq istəyirsiniz. Bəs niyə hələ də onları dinləyirsiniz? Niyə icazə verirsiniz ki, onlardan olan asıllığınız sizə mane olsun, hər gün sizə pulunuzu, xoşbəxtliyini itirməyə bais olsun? Elə bugün başqalarının fikirlərindən asıllığınızı bitirmək üçün mən aşağıda ödənişsiz bir praktika qoyuram. Bütün pulunuz, zənginliyiniz, xoşbəxtliyiniz bu praktikada gizlidir. Aşağıda detach sözünü mənə yazırsınız və mən sizə ödənişsiz asıllıq praktikamı göndərirəm və artıq axır ki, hamınız insanların sözündən, fikrindən, nə dediyindən və yaxud da keçmişdən, duyğularınızdan, puldan, əşyalardan, ondan bundan hamıdan asıllığınızı bitirib də zənginləşib, gözəlləşib, xoşbəxtləşirsiniz.